بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه أجمعين وبعد. Şək yoxdur ki, insanın cəhənnəm oduna varid olmasına səbəb onun günahlarıdır. Allahın rəhmətinə qovuşmaq istəyən kəs isə günahlardan mümkün qədər uzaq olmalı, etdiyi günahlara görə səmimi qəlbdən tövbə edərək uca Allahın onu bağışlamasını diləməlidir. Bunun üçün isə insan gərək böyük günahlarla tanış olub, onlar haqqında məlumatlı olsun. Uca Allah Quran-ı Kərimdə Ən-Nisa surəsinin 31-ci ayəsində buyurur: İn tectenibu kebaira ma tunhauna anhu nukaffir ankum seyyiatikum ve nudkhilkum mudkhalan kerima. Siz qadağan olunmuş böyük günahlardan çəkinsəniz, biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə, cənnətə daxil edərik. Bu ayədə Rəbbimiz böyük günahlardan çəkinənləri cənnətə daxil etməsinə zəmanət verir. Ən-Nəcm surəsinin 32-ci ayəsində isə Uca Allah belə buyurur: Əl-ləzīnə yectənibunə kəbairal-ismi vəl-fəvahişə illəl-ləməm İnnə rabbəkə vasi'ul məğfirah. Onlar kiçik günahlar istisna olmaqla böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən sənin Rəbbin geniş məğfirət sahibidir. Müslimin səhih əsərində Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Böyük günahlar istisna olmaqla bir namazdan digər namaza, cümədən növbəti cüməyə və Ramazandan növbəti Ramazana qədər edilən kiçik günahlar bağışlanılır. Bu hədisi oxuduqdan sonra bizə hansı günahların böyük günahlar olduğunu arayıb araşdırmaq qalır. Bəzi alimlər aşağıdakı hədisə əsaslanaraq onların sayının 7 olduğu qənaətində olmuşlar. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Sahibini həlak edəcək 7 günahdan çəkinin. Allaha şərik qoşmaq, sehr etmək, cana qəsd etmək, yetimin malını haqsız olaraq yemək, sələm yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək. İbn Abbas radiyallahu anhu isə böyük günahların sayının 7 yox, 70-ə qədər olması qənaətində olmuşdur. Əslində elə İbn Abbas radiyallahu anhumanın rəyi daha doğrudur. Çünki hədisdə böyük günahların sayının yalnız 7 olduğu bildirilmir. Buna da əsas dəlil adam öldürmək, zina etmək, oğurluq etmək kimi günahları edənin bu dünyada cəzalandırılması, axirətdə Allahın qəzəbinə və əzabına düçar olması və Muhammed sallallahu aleyhi və səlləmin dili ilə onların lənətlənməsidir. Bütün bunlar bizə buna bənzər günahları böyük günahlardan hesab etməyə əsas verir. İndi isə gəlin böyük günahlarla tanış olaq. Birinci və ən böyük günah Allaha şərik qoşmaqdır. Uca Allah Ən-Nisa surəsinin 116-cı ayəsində buyurur: İnnəlləhə la yəğfiru ən yüşrəkə bihi və yəğfiru mə dunə zəlikə limən yəşə. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Buxari və Müslimin səhih əsərlərində nəql olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Sizə ən böyük günahın hansı olduğunu xəbər verimmi? Allaha şərik qoşmaq. İkinci böyük günah adam öldürməkdir. Uca Allah Ən-Nisa surəsinin 93-cü ayəsində buyurur: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. Buxarinin səhih əsərində Abdullah bin Ömər radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İnsan haram qan tökməkdən çəkindiyi müddətdə dinində firavanlıq içində olar. Üçüncü böyük günah sehr və ya cadu.
Sehirbazlıqla məşğul olanın küfr etmiş olması labüddür. Uca Allah Əl-Bəqərə surəsinin 102-ci ayəsində buyurur: Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Sahibini həlak edən 7 əməldən çəkinin. Sonra da onlardan birinin sehir və ya cadu etmək olduğunu bildirmişdir. 4-cü böyük günah namazı tərk etməkdir. Uca Allah Məryəm surəsinin 59-cu ayəsində buyurur: Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyini rəvayət etmişdir. Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır. Əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar. Yox, əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar. 5-ci böyük günah zəkatın ödənilməməsidir. Fussilət surəsinin 6-7-ci ayələrində Rəbbimiz buyurur: Vay müşriklərin halına, o kəslərin ki, onlar zəkat vermirlər. Abdullah bin Məsud radiyallahu anhunun belə dediyi rəvayət olunur: Siz namaz qılıb zəkat verməyə əmr olunmusunuz. Zəkatı ödəməyənin namazı da yoxdur. 6-cı böyük günah valideynin üzünə ağ olmaqdır. Uca Allah Əl-İsra surəsinin 23-24-cü ayələrində buyurur: Rəbbin yalnız ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara uf belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə. Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al. Tirmizinin Sünən əsərində səhih isnadla rəvayət olmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Allahın razılığı valideynin razılığında, Allahın qəzəbi valideynin qəzəbindədir. 7-ci böyük günah faiz yeməkdir. Uca Allah Əl-Bəqərə surəsinin 278-279-cu ayələrində buyurur: Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və onun elçisinin sizə müharibə elan etdiyini bilin. Nəsainin Sünən əsərində, habelə İmam Əhmədin Müsnəd əsərində rəvayət olunmuş səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Faizin haram olmasını bilib, onu yeyən, yedirdən və onu yazan şəxs qiyamət günü Muhammed sallallahu aleyhi ve sellemin dili ilə lənətlənəcəkdir. 8-ci böyük günah yetimin malını haqsızlıqla yemək. Uca Allah Ən-Nisa surəsinin 10-cu ayəsində buyurur: Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb yaxan oda girəcəklər. 9-cu böyük günah Peyğəmbər sallallahu aleyhi ve sellemin adından yalan söyləməkdir. Buxari və Müslimin səhih əsərlərində varid olmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Mənim adımdan yalan danışmaq, başqa birisinin adından danışılan yalanla eyni deyildir. Mənim adımdan yalan danışan, cəhənnəmdəki yerini hazır bilsin. 10-cu böyük günah, üzr və rüsxət olmadan Ramazanda orucu pozmaqdır. Buxari və Müslimin səhih əsərlərində Abdullah bin Umar radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: İslam 5 şey üzərində bina edilmişdir. Allahdan başqa ibadətə layiq məbudun olmaması və Muhammed sallallahu aleyhi ve sellemin onun elçisi olmasına şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc ziyarətini etmək. 11-ci böyük günah döyüş meydanından qaçmaq. Uca Allah Əl-Ənfal surəsinin 16-cı ayəsində buyurur: Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora necə də pis dönüş yeridir. 12-ci böyük günah zinakarlıq. Uca Allah Əl-İsra surəsinin 32-ci ayəsində buyurur:
zinaya yaxınlaşmayın. Çünki bu iyrənc bir əməl və murdar bir yoldur. Abu Davud və Tirmizinin Sünən əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İnsan zina etdiyi zaman imanı onu tərk edərək kölgə kimi onun üzərində olur. Bunu bitirdikdən sonra isə imanı yenidən qaydar. 13-cü böyük günah hökmdarın öz cəmaatını aldatması. Yüce Allah Əş-Şura surəsinin 42-ci ayəsində buyurur: Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı, acılı əzab vardır. Təbəraninin Mu'camul Kəbir əsərində səhih isnadla rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Hər bir məsuliyyət sahibi öz məsuliyyəti altında olanlara hiylə gələrək onları aldadarsa, cəhənnəmlikdir. 14-cü böyük günah içki içmək. Uca Allah Əl-Maidə surəsinin 90-cı ayəsində buyurur: Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoş edici içkidə, qumarda, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Buxari və Müslimin səhih əsərlərində nəql olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bu dünyada içki içən axirətdə ondan məhrum olar. 15-ci böyük günah təkəbbürlük və qürurlanma. Uca Allah Ən-Nəhl surəsinin 23-cü ayəsində buyurur: Həqiqətən Allah təkəbbürlü olanları sevmir. Müslimin səhih əsərində rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Qəlbində zərrə qədər təkəbbürlük olan şəxs cənnətə girməz. Müslimin səhih əsərində Sələmə bin Əl-Əkva radiyallahu anhu rəvayət edərək demişdir: Bir nəfər Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında sol əllə yeyirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem də ona sağ əlinlə ye dedi. Həmin şəxs təkəbbürlük edərək bacarmıram dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem də görüm heç bacarmayasan dedi. Həmin şəxs ondan sonra əlini ağzına qaldıra bilmədi. 16-cı böyük günah yalan yerə şahidlik etmək. Uca Allah Əl-Furqan surəsinin 72-ci ayəsində buyurur: Onlar yalandan şahidlik etməzlər. Buxari və Müslimin səhih əsərlərində Əbu Bəkra radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Sizə ən böyük günahlar haqqında xəbər verimmi? Allaha şərik qoşmaq, valideynə qarşı itaətsizlik etmək, bir də yalan söz və ya yalan yerə şahidlik etmək. O bu sonuncunu o qədər təkrar etdi ki, biz kaş ki susaydı dedik. 17-ci böyük günah eyni cinslilik və ya homoseksuallıqdır. Allah-u Teala öz dəyərli kitabında bizlərə bir neçə məqamda Lut qövmünün hekayəsini onların etdikləri çirkin əməllərinə görə həlak etdiyini bildirmişdir. Və bütün müsəlmanlar homoseksuallığın böyük günahlardan sayılması xüsusunda ittifaq etmişlər. Uca Allah Əş-Şuara surəsinin 165-166-cı ayələrində buyurur: Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınları tərk edirsiniz? Siz həqiqətən də həddi aşan adamlarsınız. Eyni cinslilik zinadan daha qəbahətli və daha iyrəncdir. İmam Əhmədin Müsnəd əsərində səhih isnadla rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Lut qövmünün etdiyi əməli edənə Allah lənət eləsin. 18-ci böyük günah ismətli qadınları zinada ittiham etmək. Uca Allah Nur surəsinin 23-cü ayəsində buyurur: Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Sahibini həlak edəcək 7 böyük günahdan çəkinin. Onlardan birinin də zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək olduğunu bildirmişdir. 19-cu böyük günah qənimətə, beytulmala və zəkata xəyanət etməkdir. Uca Allah Al-İmran surəsinin 161-ci ayəsində buyurur: Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə qiyamət günü xəyanət etdiyi şeylə gələr. Buxari və Müslimin səhih əsərlərində Əbu Hümeyd Əs-Səidi radiyallahu anhudan rəvayət olunur ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem
Əzd qəbiləsindən İbn Lutbiyyə adlanan bir kişini zəkat malını yığmaq üçün göndərir. Həmin şəxs gələndə deyir, bunlar sizin, bunu isə mənə hədiyyə veriblər. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə qalxıb, Allaha həmd səna etdikdən sonra dedi, mən birinizi bir işə göndərdiyimdə, o gəlib, bunlar sizin, bunu isə mənə hədiyyə veriblər deyir. Əgər doğrudan da bu belədirsə, qoy o şəxs ata-anasının evində otursun görək ona hədiyyə gəlirmi? Allaha and olsun ki, haqsız olaraq bir şeyi götürən şəxs qiyamət günü Allahın huzuruna həmin şeylə gələcəkdir. Elə edin ki, sizlərdən heç birini böyürən dəvə, inək və ya mələyən qoyun daşıyan şəxs olaraq tanımayım. Sonra o, əllərini qaldırıb, Allahım, çatdırdın mı? dedi. 20-ci böyük günah insanların mallarını haqsızlıqla əldə edərək onlara zülm etməkdir. Uca Allah Əş-Şura surəsinin 42-ci ayəsində buyurur, məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı, acılı əzab vardır. Buxari və Müslimin səhih əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, bu dünyada edilən bir zülmətlərə çevriləcək. 21-ci böyük günah oğurluq etməkdir. Uca Allah Maidə surəsinin 38-ci ayəsində buyurur, etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin. Buxari və Müslimin səhih əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, hətta əgər Muhammedin qızı Fatimə oğurluq etsə, onun əlini kəsərəm. Yenə Buxari və Müslimin səhih əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, zina edən şəxs bu əməli etdiyi müddətdə mömin olmaz, oğurluq edən şəxs də bunu etdiyi müddətdə mömin olmaz, lakin tövbə qapıları açıqdır. 22-ci böyük günah yol kəsmək. Uca Allah Əl-Maidə surəsinin 33-cü ayəsində buyurur, Allaha və onun elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıkları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır, ahirətdə isə onları böyük bir əzab gözləyir. 23-cü böyük günah sahibini günaha batıran əl-qamus, yəni batıran and. Buxarinin səhih əsərində Abdullah bin Amr radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, böyük günahlar Allaha şərik qoşmaq, valideynə itaətsizlik etmək, adam öldürmək və yalan yerə əl-qamus andı içməkdir. Əl-qamus andı qəsdən yalandan içilən anddır. Sahibini günaha və ya cəhənnəm oduna batırdığına görə belə adlandırılmışdır. 24-cü böyük günah danışdığının çoxunda yalancı olmaq. Uca Allah Əl-Qafir surəsinin 28-ci ayəsində buyurur, həqiqətən Allah həddi aşanı, yalancını doğru yola yönəltməz. Buxari və Müslimin səhih əsərlərində rəvayət olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, şübhəsiz ki, yalan insanı əxlaqsızlığa, əxlaqsızlıq isə cəhənnəmə aparır. İnsan çoxlu yalan danışarsa, Allah qatında onun adı yalancı yazılar. 25-ci böyük günah intihar etmək. Uca Allah Əl-Furqan surəsinin 68-ci ayəsində buyurur, onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Buxari və Müslimin səhih əsərlərində Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, kim bir dəmir parçası ilə özünü öldürərsə, cəhənnəmdə həmin dəmiri əlində tutub qarnına soxan vəziyyətdə əbədi olaraq qalar. Kim zəhər içərək özünü öldürərsə, cəhənnəmdə əlində zəhəri tutub onu udum-udum içən vəziyyətdə orada əbədi qalar. 26-cı böyük günah pis qazilik etmək. Uca Allah Əl-Bəqərə surəsinin 159-cu ayəsində buyurur, kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar. Abu Davud və Tirmizinin Sünən əsərlərində səhih isnadla Bureydə radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, bir cür qazi cənnətdə, iki cür qazi isə cəhənnəmdə olacaqdır. Haqqı bilib onunla hökm verən qazi cənnətdə, haqqı bilib bilərəkdən zülm edən qazi ilə
elmi olmadan hökm verən qazi isə cəhənnəmdədir. 27-ci böyük günah dəyyusluq. Uca Allah Nur surəsinin 3-cü ayəsində buyurur: Zinakar kişi ancaq zinakar və ya müşrik qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu haram edilmişdir. Nəsainin Sünən əsərində Abdullah bin Ömər radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: 3 nəfər cənnətə girməz, valideynin üzünə ağ olan, dəyyus, yəni ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan və özlərini kişilərə bənzədən qadınlar. 28-ci böyük günah qadınların özlərini kişilərə, kişilərin isə qadınlara bənzətməsi. Uca Allah Əş-Şura surəsinin 37-ci ayəsində buyurur: O kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir. Buxarinin Səhih əsərində Abdullah bin Abbas radiyallahu anhudan rəvayət olunan hədisdə o demişdir: Allahın Rəsulü sallallahu aleyhi ve sellem özlərini qadınlara bənzədən kişilərlə özlərini kişilərə bənzədən qadınlara lənət etmişdir. 29-cu böyük günah muhallil və muhalləlləhu. Burada 3 dəfə boşanmış qadınla birinci ərinə yenidən halal olsun deyə sonradan boşamaq niyyəti ilə evlənən kişi və bu cür ərə gedən qadın nəzərdə tutulur. Abdullah bin Məs'ud radiyallahu anhudan rəvayət olunan səhih bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Allah muhallil və muhalləlləhuya lənət eləsin. Ali bin Abu Talib radiyallahu anhudan da Peyğəmbər sallallahu aleyhi ve sellemin bu cür dediyi rəvayət olunur. 30-cu böyük günah ölü heyvan, axar qan və ya donuz əti yemək. Uca Allah Əl-Ən'am surəsinin 145-ci ayəsində buyurur: De, mənə gələn vəhiylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Buxarinin Səhih əsərində nəql olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Haqsız yeyilən maldan əmələ gələn ət cənnətə girməz, cəhənnəm odu ona yetər. 31-ci böyük günah sidikdən təmizlənməmək. Uca Allah Əl-Müddəssir surəsinin 4-cü ayəsində buyurur: Və thiyabəkə fətahhir, geyimini də təmiz saxla. Buxari və Müslimin Səhih əsərlərində rəvayət olmuş hədisdə deyilir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem 2 qəbrin yanından keçdiyi zaman belə dedi: Onların hər ikisi əzab çəkirlər. Onlara bu əzab çox böyük bir günaha görə verilmir. Birincisi sidikdən təmizlənmir, ikincisi isə söz gəzdirirdi. 32-ci böyük günah insanların mallarının bir hissəsini zorla almaqdır. Uca Allah Şura surəsinin 42-ci ayəsində buyurur: Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yeri azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. 33-cü böyük günah riyakarlıqdır. Uca Allah Əl-Bəqərə surəsinin 264-cü ayəsində buyurur: Sədəqələrinizi özünü cəmaata göstərmək məqsədi ilə xərcləyən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Müslimin Səhih əsərində nəql olunmuş hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir: Qiyamət günü 3 sinif insan hamıdan öncə mühakimə olunacaq. Şəhid Allahın huzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: Bu nemətlərin müqabilində nə etmisən? O deyəcək: Sənin yolunda vuruşub şəhid olmuşam. Allah da ona deyəcək ki, yalan deyirsən. Sənə qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan. Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq. Daha sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın huzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: Bu nemətlərin müqabilində nə etmisən? Həmin adam da deyəcək ki, sənin yolunda elm öyrənib onu insanlara öyrətmişəm və Quran oxumuşam. Allah da ona deyəcək ki, yalan deyirsən. Sənə alimdir deyilsin deyə elm öyrənmisən və sənə qaridir, gözəl Quran oxuyandır deyilsin deyə Quran oxumusan və ona da nail olmusan. Sonra əmr olunacaq və üzü üstə həmin şəxs sürüklənib cəhənnəmə atılacaq. Daha sonra Allah tərəfindən çoxlu var-dövlət verilmiş bir şəxs onun huzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: Bu nemətlərin müqabilində nə etmisən?
O şəxs də deyəcək ki, var dövlətimi sənin yolunda, sənin istədiyin yerlərə sərf etmişəm. Allah da ona deyəcək ki, yalan deyirsən. Sənə necə də səxavətli insandır deyilsin deyə var dövlətini sərf etmisən və ona da nail olmusan. Sonra əmr olunacaq və həmin şəxs də üzü üstə sürüklənib cəhənnəm oduna atılacaq. Subhanakallahumma və bihamdik, nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka və nətubu iləyik.